6 ayın gəlini olmuşam. Yoldaşım da sevərək evlənməsək də yaxşı insan idi və hər zaman da hörmətimi saxlayırdı. Yol qəzasında yoldaşım rəhmətə getdi 6-cı ayımızın tamamında və mənim üçün ən qara günlərdən biri idi o gün. Artıq yoldaşımın 40-a çıxandan sonra isə qaynanam elə bir irəli sürdü ki, bizdə bəs sən artıq bizim gəlinsən, gələcəkdə öz həyatı ilə qura bilmərsən, ona görə də mütləq səni o bir oğlumuza, yəni məni qaynıma almaq istədilər. Bu mənim üçün elə bil ki, dünyam ikinci dəfə başıma yıxıldı və mən təbii ki, yox dedim. Atam evinə gəldim və orada da biz kənd yerində qalırdıq deyə söz-söhbət böyüdü və məni göndərdilər Rusiyaya. Artıq 2 ildir ki, mən öz ailəmdən uzaqdayam və belə bir bədbəxt hadisə gəldi. Mənim də həyatım belə pis oldu. Artıq nə ailəmlə gedirəm, yalnız anamgil arada gəlir bizə. Mən də öz həyat hekayəmi danışmaq istədim. Bunu da bir xanım yazmışdı. O hekayələrdən sonra çox adam yazıb ki, mənim də hekayəmi paylaş. Yavaş-yavaş sizi bezdirmədən paylaşacağam. Çox təəssüf ki, həyatda belə şeylər də olur.